Cavan qızlardır, səhər 8-də ac qarnına, mini yufka, döş açıq, ayağın qaldırdı. Bir de kişi çıxsın burada mənim ayağımı aşağı salsın. Sənin evində kişi yoxdur, kimsə ayağını götürüb aşağı salsın. Siz cəmiyyətə nə göstərirsiniz? Mən başa düşürəm, bloger olmaq olar, yaxşı blogerlərimiz var, yaxşı qızlarımız var. Hansılar ki, bu sahə ilə məşğuldurlar, videolar çəkirlər maraqlı canlı yayımlar aparırlar. Siz qaquşlar neyinirsiniz bəz? Əsas da ki, bu oğlanlar. Qızlar mənə yazmayın, direktimdə olur. Sən bunu ilə fəxr edirsən? Sənin də bacın bəlkə başqa bir blogerə yazır. Niyə görə bir söz var o hərfi ilə başlayır? O dünyada yalnız bizdə var o söz. Başqasının arvadına, qızına, başqa gözlə baxmaq, ya da onları ifşa eləmək, bizim kişilərimizin bugünləri ən böyük. Sonra da o telegram səhifələrindən pul qazanıb, analarına paltar alırlar, arvadlarına yufka alırlar. Flankəsin ifşası çıxdı, yoxdur ya. Baxmaq istəyən var, flankəslə, falan müğənnin flankəslə. Sonra siz deyirsiniz ki, mən kişiyəm, evimə pul aparırım. İnanın ki, o bəyənmədiyiniz baboş, sizdə 1000 dəfə kişidir o ifşa səhifələri işlədənlər deyir ama. Heç olmasa o oturur, indi ona baxırlar, bilmirəm indi niyə inirlər, amma o heç kimin evini yıxmır. Siz ev yıxansınız. Siz kişilik pasportunuzda yazdı. Valla olmaz, bu nədir? Bu ölkə niyə bugüne qaldı ki? Niyə biz bugüne qaldıq ki? Mənim də səhvim oldu orada vaxtında. Amma siz kişi sindromu, bilirsiniz canlıya açıb biri, model diyor, paltar değişir bütün günü. Onlar ayıp diyor, pul alır da, yazıb özünə. Efirində bir qızlar, mənə çox yazmayın, yoxsa SS eləyib paylaşaram. Sənin də bacın bir gün kiməsə yazar, onu da SS eləyib paylaşarlar. Yəni, nəyin göstəricisidir bu? Ona görə sabah Xoşqədəmə, Laləyə, Amilə, Zaura gəlirlər DNT analizi istəyirlər ki, kişi gəlir deyib, bilmirəm, arvadım məndən doğub ya yox. Biz bundan sonra niyə? Bu bizim şəhidlərimiz niyə görə canından keçdilər? Qazilərimiz yaxşılarını deyirəm ha. Fürsətçiləri demirəm. O zəng vurub bəzilərini şantaj edir, mənə pul verməsin. Onlar demirəm. Yaxşı, hörmətli qazilərimizi deyirəm. Ümumilikdə onlar çoxları minlərlədir. Bəs onlar niyə görə getdi Qarabağ aldılar ki? Siz burada belə şeylər eləyəsiniz. Ayıp deyil. Mən alim deyiləm, mən sizə məsləhət vermək olmaz, eləmərəm. Bu mən gördüyümü deyirəm. Nəyin sindromudur? Başqasının arvadı ilə danışıb da onun yazışmalarını SS edib dostlara atmaq. Kişi deyirsinizsə, babuş, o həmən kişilərdən 1000 dəfə kişidir. Bugünləri əlil görürəm, 2 uşağı var. Ay qardaş, bəs o qızı alanda 2 uşaq doğuzduranda bilmirdin ki, çətin olacaq saxlamaq. Həyat yoldaşda durub canlı yayım açır. Deyir ki, mənə bugün 40 manat lazımdır. Kim mənə 40 manat borcu verə bilər?